Ne oldu? Acıdır. Yenge aldım. Kibritçən yumurtası istəyirəm. Anana. Bu həqiqətən də bir ay 10 kilo arıqladır, 12 kiloya qədər. İradəsi, zehni zəif olan xanımların bir mənalı olaraq qoruyucu mələyidir Aytaç. Bəli. Zehin və bədən. Qrup rəhbərimiz şəxsən Aytaç xanımda. Yazırsınız WhatsApp-a, heç siz qoşulmaya da bilərsiniz. Yazın. Aytaç xanımın haqqında geniş məlumatı alın, sizi qane eləsə qoşulun. Ən əsası odur ki, bir dəfə ödəniş edib qrupumuzda bir ay qalırsınız. Bəli. Mən Aytacı 3 ildir sizlərlə bölüşürəm. Düz 3 ildir. Nə az, nə çox. Bir dəfə ödəniş edirsiniz. Mən də istəyirəm. Şöyle verdim bana. Az çatdırılma nədir? Məhsul zat istifadə eləmirsən. Yiyirsən, səhərdən axşama qədər evdə nə bişir ondan yiyirsən. Deməli, dünən yox istəyirəm, oturmuşam bir yerdə, qızlar məni çağırıblar, bir yüngül məclisi idi. Ora getmişdim. Qızım bir sual verir ki, Nərmin, ancaq zehin bədəndən danışırsan da, ərindən o qrupa qoşulmağa. Elə bir birdən-birə mənə çatdı, qayıtdım ki, niyə ki ərinirsən? Dedi ki, biyon dediklərini alıb yiyəsən. Dedim, ürəyim, o heç nə demir sənə. Doğrudan dedim, valla evdə nə yiyirsənsə, nə bişirirsənsə, bir çörəyi doğrayardın da gül. Mənim 31 yaşım var, ömür boyu təndir çörəyinə bıçaq vurmamışam. Və həmişə kimi yenə də gözəlsən, çox sağ olun. Dietasız, tam kofesiz, dietasız, çaysız, dərmansız, tam sağlam şəkildə çəki atırsınız. Çökəlmə içinə ye, çökəl. Mən yediyim qədər yatsam, möhtəşəm olaram. Amma yediyim qədər mənim uşağım deyil, ürəyim. Uşaq burada çoxdur, maşallah, nəticələr damısı. Hardayım? Salyanda. Elhamdülillah. Marta, o sözü niye tam demir? Her şey kısa değil. Azərbaycan sözləri yaxşı, müjü yaxşı deyil. Ne kadardı? 22, 500. Eşidirsən, hava limanının tərəzisi ilə bu tərəzi eynidir. Motora şutu belə götür ki, 100 ki. Belə götürürəm və ikisini birdən məsələr, yaxşı. Yəni, tək şəşdə 20 Doğrudan, deyirəm də, hə. Çox az filtrin qaçsın da ürəyim. Zaten özüm buradayım, özüm qaçmıram ki. Nərmin, çox sağ olun. O qutab 5-6 bazar olacaq. Ayın 15-i Buzovun aboyun açılışı ilə yenə açılış qaldı. Ayın 15-i inşallah qutabdayım. Çox sağ olun, gözəlsən, təşəkkürlər. Ora niyə getmirsən? Bura mənim vətənimdir də, ürəyim. Vətənim Azərbaycandır, düzdür. Mən burada böyümüşəm, burada doğulmuşam. Salyan arasındansan 20 yanvar küçəsində doğulmuşam, Arbatanda böyümüşəm. Gəlin. Zihin bədəndə necə? Ay qızlar, yuxarıdan mənə yazmayın, qurban olum. Sizə nömrə qoymuşam. Baxın ekranda. Siz özünüz mənə yazmırsınız. Yazırsınız qrup sahibinə. Qrup xeyr xanım, bir dəfə ödəniş edirsən, bir ay səndən bu insan maraqlanır. Ta o çəkiyə düşənə qədər insan iradəsi möhkəm olan xanımlar lap 12, 13, 14-ə qədər gedə bilərsiniz. Bəli. Birlə də bacı var, ne deyəsən? Matı. Ne var? Benim çimadan. Gəl görün bura, bibi qurban.
Necə qoşulun etinə? Xeyr. Siz özünüz bax nə yeyəcəksiniz? Təndir çörəyi də yeyərsiniz, zavod çörəyi də, duxovka çörəyi də, şirniyyatlar da, fast food da, McDonald's, KFC, hər bir şey yeyəcəksən. Quru yeməklər, sulu yeməklər, restoran yeməkləri, tort, şirniyyat, hər şey yeyəcəksən, amma bir şərtlə. Bir ay Aytacın qrupunda, Aytacın nəzarətində qalacaqsan. Zehni və bədənin. Yox, qırılmayıb, çıxartdırmışam. Təşəkkürlər, sağ olun. Üzük hədiyyədir, qızıldır, bəli. Çox sağ olun, təşəkkür edirəm. Dırnaqlarım Keraya məxsusdur, amma özümün də sökdürdüm. Çox qəşəngdir, səliqəsi, lakı, təbii ki, Keraya məxsusdur. Ayaqlarım da eynidir. Çəkəcəm, qızlar, yadıma düşsün. Əl ayaqlarım da belə, göstərim də belə, nə paxıllıq ki. Bu nədir? Qızlar, baxın, əl ayaq ikisi də eynidir, çox qəşəngdir. Həmişə Keraya elətdirirəm. Pedikür, manikür, hər şey qayət də möhtəşəmdir. Yo, özümündür. Ay qız, bu nədir? Telefon niyə rəngi belə qaraldı? Oy Allah, telefon niyə belə oldu? Bak kilometrede götürsen. Nə gəldi? Kilometrede aydın nanede. Kişi var. Cəmilə rahat danışır. Qabaq dişim qırılıb, hə. Ma bir də verin mənə. Bu nədir? Telefon niyə belə oldu? Çüz sən telefon başıva. iPhone zad almayın ha, bacı. Ərvizə, sevgilivizə iPhone aldırsaz, iPhone almayın. Buna bax, yabırçı. Allah hamd olsun, qəti şəkildə aldırmayın. Peşman olarsınız da. Quran haqqı, peşman ol. Baxın. Vallahi aldırmayın. Ay bir. Belə bir də şey deyindir, bunu bırak. Elfidə xoş gəldin ürəyim. Yox, əzizim. Tam dietasız, kofesiz, tam sağlam şəkildə. Şəkərsız, tam sağlam şəkildə. Yox, əlbəttə tam sağlam şəkildə, dietasız, kofesiz, şəkərsız. Xeyr xanım, mən demişəm zehin bədəndən arıqlamışam indiyə qədər. Heç vaxt. Siz sual verirsiniz ki, necə belə arıq qalırsam, mən də sizə deyirəm ki, mən çox yeyirəm, çox hərəkət eləyirəm. Bəzən az yeyib çox hərəkət eləyirəm. Amma siz də istəsəz əgər yeyə arıq qalmaq zehin bədənə qoşula bilərsiniz. Qız uşaqları, evdar xanımları, iş qadınları, hər kəs qoşula bilər. Ölçənin hər yerindən qoşula bilərsiniz. Aşkım belə dayan. Leyla belə dayan. iPhone neçədir sizdə? 17 Pro Max. Ağlım var, işlətmə. Azman kodun de. Hə. 25 Matı, sen Rusiyanın arasında olursan. Nə? Peter'də. Az bu uşaq var ha, bu uşağın maması bağça müəlliməsidir. Bütün günü anası hamiləlikdə göy-göz sarışın uşaqların içində keçirdi. Məndən az bu Pakistanlı yoxşam şardan gətirdi. Pulladı bizim üstümüzə. Allah. Bir uşaq sənin rəngindədir. Quran haqqım ama. Hə, sür. Ama ben ne görüyorum. Uşağı sen incidirsen. Çok öyle. Çok. Darıxma. Sən Bakıya gedən yol boyu qədərsən. Hə. Sadece Esin uygulamasını indireceğiz. Çok. Yox. Peternaz, az nə bilim Peternaz şəhərində olurlar. Nə edirsən, qonaq gedəsən? Mama, gətir, bura onu yaxlayacaq, yedizdirim onu yaxlayacaq.
Düşünürsünüz ki zehin bədən nə deyəcək, biz onu bişirib yeyəcəyik qəti şəkildə. Evdə nə bişirib yeyəcəksinizsə, zehin bədən də sizə onu deyəcək, onu yeyəcəksiniz. Yəni əlavə heç bir qidaya, əlavə heç bir alışa-verişə ehtiyac yoxdur. Xeyr, mənim atam öldürsə stansiya ilə işim bitdi. Bax, yurkaları qalsın sizə. Hə, bunu ver mənə. Söyle bunu mənə. Hə, kələfə gəşdə. Bir an yedizdi də yalan durdu. iPhone-u neçə ayda işlədirəm? Nəyi bilmirəm, şeycəmiş. Çox sağ olun. Pili nə qədərdir? Bu çox az. Elə mağazalar var ki, telefonları pisdir deyə mənim telefonumdan çəkiliş eləyirlər. Pis. Çox pis. Yo. 16 Pro Max-ı nə vaxt almışdım ki, pili düşdüyünə görə ucuz satdım. Öldürdülər. Mənə çay yiyirsən? Mənə üçün alır. Gəl. Susuz səhralardayam, dəliyəm, divanə. Day, südün qaymağından yiyeyim biraz. Südün qaymağından yiyeyim biraz. Ay yatırsan mən su verirsən. Düşüyləmə, indi yedin yemək. Yox, mən də sevmirəm. Ümumiyyətlə iPhone işlətdiyim üçün özümə də nifrət edirəm, iPhone-a da nifrət edirəm. Donur. Donur, pisdir, çəkiliş sıfır, bərbad. Hayf diyor Samsung. Çox sağ olun, təşəkkür edirəm. Yox, barbatandı salyanda. Aytaca necə qoşula bilərəm? Ay qız, nə olar mənə yuxarıdan yazmayın. Qızlar, qurban olaram sizə. Xeyr xanım, biz sizə demirik qoşulun. Biz bunu təqdim edirik. Siz özünüz daxil olursunuz, o nömrə ilə yazışırsınız. Razı və narazı qalan müştərilərin videoları, səsləri sizə atılır. Ondan sonra qərarı özünüz verirsiniz. Uşaq deyilsiniz ki. Bəli, nənəm jildəyəm. Nə bilim, iPhone-u göstəriş üçündür də indi əlimizdə gəzdiririk. Amma məcbur deyilik. Çox pisdir. Prosta zibilə qalsın. Adam da iPhone-u öyrəşəndə Samsung işlədə bilmir. Mən işlədə bilmirəm. Bilmirəm, donur, qəribə oluram. Həqiqətən də işlədə bilmirəm, ha valla. Yəni bilmirəm, nətər qəbul eləyərsinizsə, işlədə bilmirəm. Susuz səhralardayam, dəliyəm, divanəyəm, eşqonum. Düz deyir, bəli, işlədə bilmirəm. Çitayındır, mənim telefonum. Ürəyimdə Çitayın heç vaxt. O nə deməkdir, orijinal hardan almışsınız? Rəsmi zəmanətlə almışam, iPhone, telefon evindən almışam. Ver mənə. Yaponiya məzələnsən, sən. Bəs özüm telefonsuz qalaram axı. Çox sağ olun. S Ultra'da vallahi iPhone qiyməti nədir? Honor, yaxşıdır. Zehin bədənə qoşulmaq üçün neynəməliyik? Heç nə. Əlaqə saxlayırsınız. Aytaç xanımla WhatsApp üzərindən danışırsınız. Bir ay ərzində Aytaç xanımla olursunuz dost. Aytaç xanım sizin ən gözəl rəfiqənizə çevrilir. Bəli. Tam sağlam şəkildə də 10 kiloya qədər çək atırsınız. Diyeta eləmədən, kofe içmədən, dərman içmədən, çay içmədən tam sağlam şəkildə kofesiz, diyetasız çək atırsınız. Nə istəyirsən bacı? Bir dəfə ödəniş edirsiniz, bircə dəfə. Bütün güllərdən varındı da. Hamısından varındı. Yoxdur bunlarda. Ay Allah, sən qurban olun. Balkon doldu, hara yığasan gülləri? Yığacam, yer tapacam. Yer tapacam. Bir də bir damcı aparım obyektə. Nəyi? O yox, öyle deyil. Bax, bir də işte, Eylül gələcək, qışda hamısı yayacaq. Kim baxacaq ona? Kim baxacaq ona? Hayf deyir. Kim baxacaq ona? 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 Kim
Özü həvəsdən bir dərdə, qəşək güllərdə hamısı. Abi düzəltmişsiniz. Şükür. Yani istifadələr var. Beşər içi var. Beşənçi. Beşər Sağlam içi. içərisində. Hə, Istifadələr var. Oranı elə qəşək eləyir. Çox az. Hətta gələn Nə qədər önəmlidir, nə qədər ödənməlidir. Xanım yazın da zihin və bədəni. Çox sağ olun. Eləmə, ay Kimdə Allah. toyuqlar içindəki? Uğur. Uğur. Şəpiltiyə bax. Uğurdu toyuqlar Bura içindəki. görüm şəpil nə günə qaldı. Bura ay Allah ona bax indi aldım 11 manat verdim. Uğurdu. 11 manat. Allaha and olsun 10 manat 80 qəpik baba. Sən də qızın kimi düşüb mağazaya belə 20 qəpiklik marojna var. Oğlan da belə xala 92-ci ildə qalmamısan 20 qəpik. Bu da kefdir. 23 manata bir də basonuş qaldım 10 manat 80 qəpiyə də bir də şəpik. Düşüb mağazadan işə axtarır. 80 qəpiklik marojna alıb oğlana belə bundan ucuzu yoxdur. Uğur bacımın oğludur. Mən gətirmişəm də bizdə idilər. Mən bir sən kimi yapacağım. Hər dəfə gələndə elə biləm nə fərq olub getmişəm, elə qalıb qiymətlər. Girib Elvinin işçisinə belə Zöhrənin oğlu, Maylın oğlu mağazasına girmişik də. Belə yoxdur 20 qəpik. Oğlan hə, gözün aydın, canlıdayam. Hə. Oğlan da belə xala 92-ci ildə qalmışsan, 20 qəpiyə marojna var. Deyəm yaxşı. Deyəm 20 qəpik bağışıqı, deyəm bağışıqlandı. Bu da Ceyhunu tərifləyir. Ceyhun bibim Ceyhun yaxşı uşaqsan. 92-də bir qalmışsın. 92-də bir qalmışsın. Bir söz orada qalır ki. Kimi? CEO Sevda burada yox. Özündən razısan. Allah səndən razı olsun ürəyim. Ola bilər sənə elə görünür, amma o deyil. Yenə getdi üzünə su vurdu, gəldi. Göçələşdirirəm də, nəmi? Nəmi, sən nə görürsən qurban? Hə. Ne kudurmuştun bu ayakları? Ha? Sen ne kadar yatır? Mamasını istəyir də nənə. Ne kadar yatır? Bir çarp et kimi koy ha. Azraz. Sənə qurban olum. Elə sənə heyran olum. Elə sənə qurban olum. Elə sənə qurban olum. Ama 10 bir tane verdim. Qara qızdır, hə. Eyni rəngdə yə. İkisi də qapqaradır. Çörək haqqı bacı. Mən Saliyariyə getmişəm. Bu uşaq anadan gəlmə Hindistan uşaqlarına oxşayır. Quran haqqı Hindistan deyil. Atası da Arbatandandır, anası da Arbatandandır. Prosta anası ora ailə qurubdu, orada yaşayırlar. Bu maması bağça müəlliməsidir. Göygöz uşaqlarla idi. Mən həmişə deyirdim ki, dayım qızı ilə danışanda, sən hamiləlik dövrün onların yanında çetirtmisən. İnşallah ki, o uşaq göygöz doğular. Quran haqqı o Bakıda təsbih satırlar, Pakistanlılar. Onların uşaqlarına oxşayır. Nədir? Nə də az o. Az yox yemirəm. Gedir evlərinə indi. Gedir. Az yoxu 4 aylıqdır, məzələnsən. Olur bir de. Demə xətrinə deyə, az nə xətrinə deyəcək. Anası bilmir ki, qızın kirli qarı olduğunu. Dişləri nə tez qırılıb, hə, qırıldı. Oba ya. Ötüm tutulmayı seni şişede her şey. Mama yetişmez. Pakistan uşaqları Allah səni güldürsün. Nə şirin uşaqdır, hey, qurun dəhşət. Dəhşətdir. Bu qədər nəvələr, nəticələr var, bunun qədər deyil. Az yoxu yox, ana ağdı, atası biraz qara buğdaydı. Ay xanım, qurban olun, başqasının adını burada yazma. Gedişin, biz nə bilək, elə bil biz cəmaatdan xəbər verib xəbər gəl. Paştalyona oxşayıram mən, cəmaatdan nə xəbər var, mən nə bilim. Ben kucağımda saklayacağım. Saklayabilirim. Saklayabilirim. Boylu kaptanı. Mama al əlindən, çək Yerə götür. yaxın sanırlar. Bir iş qayır var. Var. Qədəsən tezgədə. Yolu gözləyir. Yolu gözləyir. Bir de Hə, zihin bədənə necə qoşuluram, dietasız, kofesiz, tam sağlam şəkildə artıq çəki. Azad olursunuz, artıq çəkidən. Açım tutulmayı seni gerektirdim. Hə, mən burama ləkə düşüb, Nə? lazerdən sonra. 2016, maşın 2016. Hə, son. Hə. Və elə bir ki 2016-cı ildə idi, düzdür, 7-ci aydı da ujey. 2026-ın sonu. 2026. Hə, hə. 5 knopka.
cəmaat lağa qoyur səni. Çox sağ olsun. Nə olacaq ki, qoysun da cəmaatın hər insan bir düşüncədə olmur ki, ürəyim. Of, ölürəm də, ölürəm. Su verin, verir. 4 aylıq deyəsində ana süt yeyir. Suyun maması versin də, mən başqası uşaq. Başqasını deyə də öz dayımın nəvəsidir, söz yox. O qədər müdaxilə edə bilmərəm axı. Mən maşınla çazın əlimdə hara qoydum. Kasol şeyəmi mən.